Ata-ana kim olur olsun, mömin olsun, kafir olsun, fasik olsun, nə olur olsun, ata-anaya yaxşılıq mövzusunda istisna yoxdur. Ata-anaya xidmət mövzusunda istisna yoxdur. Bir ayə oxuyayım Qurandan, ata-ananın Allah tərəfindən tövsiyə olunmasıdır. Və qəza rabbukə, sənin Rəbbin vacib buyurur, hökm edir. Əllə ta'budu illa iyyah. Əmr edir ki, ondan başqasına pərəstiş eləmə, Allaha şərik qoşma. Nə canlı bütləri, nə cansız bütləri. Pərəstişdə Allahın şəriki yoxdur. Heç kəs Allaha şərik deyil. Pərəstiş yalnız Allahadır. Bəndəlik yalnız Allahadır. İnsan pərəstiş etməlidir Allahdan, başqasını etməməlidir, pərəstiş etməlidir.